Sakin olmaq mənzil sahibi olmaqdan başlayır. Kim istəməz ki, evi olsun? Əli cibində olan alıcıları maraqlandıran əmlak bazarındakı qiymətlərdir. Beləliklə, alıcılar və satıcılar ekrana yaxın oturun. Ekspertlər Bakıda əmlak bazarının bugünkü durumundan danışır. Hal-hazırda əmlak bazarında ümumilikdə bir stabil vəziyyət hökm sürür. Yəni daha çox belə deyək də, daha çox qiymətlərin stabilləşməsi müşahidə olunmaqdadır. Ümumiyyətlə 2013-cü ildə və 2014-cü ilin ötən aylarında baş verən istirahətli qiymət artımından sonra son 2-3 aydakı bazarda aktivlik xeyli aşağı düşüb, 30%-ə qədər aşağı düşüb. Bazarda qiymətlərin stabilləşməsində daxili və xarici amillər var. Daxili amillərin başında söküntü işlərinin səngiməsi göstərilir. Belə deyək, dinamikanın aşağı düşməsi, ipoteka kreditlərinin ilin sonuna doğru azalması, həcminin azalması, ipoteka ayrılan vəsaitlərin ümumiyyətlə məhdudlaşması, eyni zamanda söküntü ilə bağlı proseslərin məhdudlaşması müəyyən dövr ərzində bazardakı vəziyyətə təsir göstərir və bunun nəticəsində də biz artıq qiymətlərin tədricən stabilləşməsini müşahidə edirik. Neft birjalarında qiymətlərin enməsi əmlak bazarına da təsirsiz ötüşməyib. Artıq 30%-ə qədər düşüb aşağı. Yəni bu deməkdir ki, Rusiyada çalışan investorların əlində olan pul kütləsi ilə Azərbaycanda, xüsusən də Bakı şəhərində mənzil almaq sərfəli deyil. Çünki rublun dəyəri düşür. Əksinə, həmin pula Rusiyada ev almaq və yaxud əmlak almaq daha sərfəlidir, nəinki Azərbaycanda. İndiki stabilləşmədən bir qədər əvvəl, elə bu ilin birinci rübündə qiymətlər rekord həddə qalxmışdı. Kütləvi narazılıqlar oldu, hətta kütləvi etirazlar oldu. Yəni cəmaət belə deyək, mitinqə, nümayişə və s. çıxdılar. Bunun nəticəsində də belə deyək, bir ajitaj yarandı cəmiyyətdə. Birdən-birə bazara belə deyək də 10.500 yeni alıcının daxil olacağı ilə bağlı informasiyalar və s. və bunun təsirindən belə deyək, yaranmış bir süni spekulyativ qiymət dəyişmələri baş verir. Bəs növbəti ildə 2015-də ev alıb ev satmaq istəyənləri hansı mənzərə gözləyir? 2015-ci ildə inanmıram ki, qiymətlərdə bir artım olar. Çünki bunun üçün bir məntiq görürəm, real baza yoxdur qiymətin artımına. Bir tərəfdən bilirsiniz ki, ətraf regionda baş verən hadisələr nəticəsində ölkəyə daxil olan pulun kütləsinin həcmində azalmalar var. Digər tərəfdən neft birjalarında qiymətin düşməsi nəticəsində ölkəyə daxil olan pul kütləsində azalmalar var. Yəni bunlar hamısı onu deməyə əsas verir ki, 2015-ci ildə qiymət artımına əsas yoxdur. Ola bilsin ki, qiymət azalmasına biz şahid olaq. MBA Qrup Konsalting şirkətinin baş direktoru Nüsrət İbrahimovdan fərqli olaraq, Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osman Avropa Yay Olimpiya oyunlarına qədər qiymətlərin artacağını deyir. 15-ci ilin təqribən fevral ayının ortalarından bazarda yenidən qiymət artımlarının bir qədər dinamikləşəcəyi gözləniləndi. Yəni, haradasa may ayının sonlarına, iyun ayının əvvəllərinə qədər bu qiymət artımı davam edəcək. Və yay mövsümündə yenidən stabilləşmə müşahidə oluna bilər. Ümumilikdə, ekspertlər alıcılar və satıcılar üçün indiki vəziyyətin münasib olduğu qənaətindədir. Əgər bugün qiymətlər hələ ki stabildir, ona görə hər iki kontingent üçün, hər iki segment üçün bu bazar məqbuldur əqdlərin aparılmasıdır. Çünki qiymət stabildir. Məsələn, 100 minə satdığın əmlakın müqabilində yenidən 100 minə ona alternativ əmlak ala bilirsən.